körfəzlərə baxsaq. Körfəz nədir? Körfəzlə dənizin suyunun fərqi nədir? Körfəzin suyu dənizin suyuna qarşı, körfəzin suyu okean suyuna qarşı, dənizin içi qarışmır. Dəniz dağlarla qarşı kəsilir. Bu hansı körfəz idi Rusiyanın şərqində? Mən biraz balacalaşdırın. Bu yuxarıdırsa anadır. Anada körfəzin nədir xüsusiyyəti? Bir dənə xət kəsirdi. Adı nədir? Neçə nədir kəsir? Bir də burada bir ada vardı. Adı nədir oranın? Vancouver adası. Yox, Vancouver Kanadadaydı. O deyil. Bu hansıdır? Vrangel. Halal olsun. Deməli, Vrangel ilə Anadır körfəzinin oxşar xüsusiyyətləri nə idi? Hər ikisinin 180 dərəcəli meydan şəsidir. Və hər ikisi demək ki, üstünə yarımkürədə yerləşir. Deməli, burada Şerlikov körfəzi var. Hansı dənizin içərisindədir? Oxotun. Oxot dənizin içərisindədir. Arxaya doğru getsək, burada körfəzləri yoxdur demək olar ki. Bir dənə burada önəmli bir körfəz var. Adı nədir bunun? Bankbo. İkinci adı da Tonkin körfəzdir, bax. Həm Tonkin deyirlər, həm Bakbo körfəz deyirlər. Burada bir ada var idi. Nəydi onun adı? Haynan. Bəli, Haynan hansı iqlimdə idi? Ekvatorial. Bəli. Bəs bunun şərqində bir ada var idi, Hong Kongun tərəfində həmən adam da kəsirdi. Nə kəsirdi bu adanı? Şimal tropiki. Bəli, şimal. Deməli, necə işıqlanma quşağındadır? 2. 2 mi? Aha, hansı işıqlanma quşaqları idi? Tropik və mülayim. Yaxşı, Malaziyanın yuxarısında bir dənə körfəz var. Adı nədir onun? Siyam. Siyam körfəzi işıqlanma quşağındadır. Bir dənə. Yaxşı, burada Laosdur, Kambocadır, Vietnamdır. Bunların şimal tropik kəsirdi mi? Bir dənə Myanmar kəsir. Bir dənə Myanmar kəsirdi, bəli. Və çünki mən belə baxsam da, baxın, fikir verin, görərsiniz ki, Tayvan adası ilə Myanmar təxminən eyni enlikdə yerləşir. Nə alaqçı? Bəs burada bir dəniz var idi, adı nə idi onun? Bu Andaman. Andaman dənizin yanında adalar var, xırda. Hansı adalar idi? Andaman. Hansı ölkə məxsusudur? Hindistan. Baxsana rənginə yaxınlaşdırıb, baxsana da görürsən ki, Hindistan yeni rəngdədir. Burada böyük körfəz vardı, Bengal körfəzi. Düzdür mü? Bəli. Bengal körfəzində hansı çay tökülürdü? Bax, bu şey tərəfdən, Bangladeş tərəfdən. Böyük bir çay var. Ganga Brahmaputra. Yadda saxlayayım, Ganga Brahmaputra çayı dünyada üçüncü ən bol sulu çaydır. Dünyanın üçüncü ən bol sulu çayı Ganga Brahmaputra.